Məşhur hadisədə deyir ki, ya Rasulallah, bir ərəb gəlir, deyir ki, mən sizə bir çöllükdə xidmət elədim, biyabanda idiniz, heç nəyiniz yox idi, mən sizə süd verdim, filan elədim, indi olar ki, bir əvəzində bir şey istəyəm, Peyğəmbər buyurur ki, nə istəsən verəcəm. Deyir, onda icazə verin, fikirləşim, bu xüsusi məqamdır. İcazə verin, fikirləşim, möhlət alır Peyğəmbərdən, gedir. Bilmirəm, səhərsi gün gəlir, deyir ki, ya Rasulallah, fikirləşdim, belə bir şey istəyirəm ki, cənnətdə mən öz yanınıza aparasınız. Peyğəmbər deyir ki, de görüm, bunu özün düşündün, yoxsa kimsə sənə dedi. Deyir ki, özüm düşündüm. Deyir, necə düşündün? Ağıllı adam görüb Peyğəmbər. Yanından biganə keçmir. Görüm, o düşüncə prosesi mənə izah elər. Necə bu nəticəyə gəldi? Deyir, dedim, ömürdə bir dəfə Peyğəmbər mənə deyib ki, nə istəsən verəcəm. Ömürdə bir dəfə olan şeydir. İndi mən fikirləşəm, nə istəyim? Başladım dünyadan. Dedim, filan şey. Sonra dedim, yox, dünyadan nə istəsəm sonu var. Heyfdir, Peyğəmbərdən belə bir şey istəyim. Keçdim axirətə. Dedim, cənnət istəyim. Sonra fikirləşdim, axı, cənnətin təbəqələri var. Peyğəmbər hardadır, mən hardayım, cənnətdə ola bilərəm, Peyğəmbərin yanında olmayayım. Fikirləşdim, düşündüm, daşındım, dedim ki, istəyirəmsə bir dəfə ən uca şey istəyim. Yaranmışlar içində ən üstün kimdir Peyğəmbər? Ən üstün məqam kimindir, onundur. Böyle istəməkdirsə, qoy onun yanında olmaq istəyim. Peyğəmbər onun ağlına qiymət verir, deyir, oldu. Söz verdiyim kimi olacaq, səni öz yanıma aparacam. Deyir, bu gedəndə deyir, və inni bi kəsrəti sucud. Bi kəsrəti sucud. Mənə səcdələrinlə kömək elə. Niyə deyir səcdə? Çünki ucalıq istəyirsənsə sınmalısan. Bir dənə səcdə ilə, səcdələri artır, mənə kömək elə, qalanı mənlidir. Qalanı mənim işimdir. Quran bundan ibarətdir. Quran məntiqi, riyazi hesablamalardan ibarətdir. Quran sənin ağlı işə salır. Deyir, ma məta'ud dünya fil axirəti illa qalil. Deyir ki, axirətlə müqayisədə dünya neyməti çox azdır. Ağlı işə salır. Demir, keç, nədən? Keç yox, öz xeyri və. Otur müqayisə elə, müqayisəli təhlil edir. Deyir, ağlı işə sal, axirətlə dünyanı, sonra keçir axirətə. Cənnəti vəsf edir, ondan sonra deyir ki, ridvanun minəllah əkbər. Allahın razılığı isə cənnətdən də üstündür. Yəni, bir xüsusi cənnət də var, xüsusi cənnət. Əkbər, yəni ən üstün, yəni ağlı işə sal. Hesabla, gör nədir, mənfəətin nədir. Ən çox xeyrün nədir, o işə get, o şeyə yönəl.